Hayır, ova getmək elə bilirlər və asandır. Aslında ova getməyin özü belə zülümdür. Dostlar, heç xəbərimiz də yoxdur. Deməli, dostlar, bismillah. İlk ovumuzu canavar dediyim bu igidlər deyirəm, ha. Ovladılar və öz təşəkkürümü bildirirəm. Ovçuluğu hər adam edə bilməz. Bunu da məlumat üçün bildirim. Bunun üçün ovçu bilməlidir ki, hansı ovu ovlamaq olar, hansını ovlamaq olmaz. Mən məsələn, açığını desəm, ovçuluqla heç bir əlaqəm yoxdur. Ovçuluq da tam bilmirəm. Ona görə mütləq ov ovlamaq üçün yalnız və yalnız əsl ovçularla getməli. Zülmətlərin qoynunda nur tək doğan şəhərim, İlham al hər sabahdan ay mil muğan şəhərim. Zülmətlərin qoynunda nur tək doğan şəhərim, İlham al hər sabahdan sən ay muğan şəhərim, ayın doğan şəhərim. Bir tərəfi gül çayım, Arazda talep ayım, İsti olsa da yayım, Ayhanı payızına. Bir tərəfi gül çayım, Arazda talep ayım, İsti olsa da yayım, Ve çatar ilk yazına. Sarısu və Şərbət Bozqobu ovçuluq təsərrüfatının rəhbəri İsmi müəllimə xüsusən təşəkkür edirəm. Çox sağ olsun ki, bizə dəstək oldu və biz də bu gözəl reportajları, bu çəkilişləri ilə məhz sizinlə bölüşdük. Biz artıq ovumuzu ovladıq, gəzdik, gördük və geri qaydırıq. İndi isə birazdan ovladığımız ovu bişirəcək. Ye. Suyu sıxa geçir. Bismillah. Gətirdim yaxınlığa, gəbra. Gətir. Bunun suyu dadlı olur. Sən niyə? Tök, sən onu müəllim, elə, yana. Dovşan da yaxşı dovşandır. Təmizlədi, tamam düşdü. Həqiqə. And olsun Allaha. Süperi. Bizsiz kabab eləyib yeməmsən. Dovşan zad yemirəm elə. Həqiqə. Marağımız yoxdur. Hazır bu elə bir şey. Səkətlisin, sağ olasın. Dovşan ətin qızardırır. Qaşqalda belə ütürlər. Yağda qızartdıq. Dovşanı əvvəlcədən qaynatmışdıq. Yəni cehun daha doğrusu. İndi bu sarımsaqları elə bunun burasına çölçülükdə axı. Sağ əvəzinə bunun burasına eləyirəm. Soğan qovruldu, dovşana ətini bircə qoyduq bura. Kartofu əlavə edirik. Bir daha izah edirəm. Əvvəlcə dovşan ətini qaynatdıq. Bax, suyu buradadır. Atacaq suyunu o biri tərəfə, yəni lazım deyil suyu. Pişmiş dovşan ətini soğanla bircə qovururuq burada. Az Bir stəkan su. bir stəkan su qoyuruq.
Bismillah. Aha, maşallah. Sonra az olur. Əvvəlcə nə etdik? Gördüyünüz kimi dovşanı qaynatdı. Ceyhun qardaşımız suyunu atdı. Atdıktan sonra soğanı qazanda qovurdu. Qovrulmuş soğana yenidən dovşanı əlavə etdi, bişmiş dovşanı. 3-4 dənə də kartof əlavə etdi və nar əzməsi əlavə etdi. 1 stəkanda su burada dəmdə bişməkdə. İndi isə gəldik ördəyə. Ördəklər gördüyünüz kimi kəsildi. Hazırdır. İnan özüm də acam. Günorta da yeməmişik, axşamdır. Duzladı, ördək, qaşqaldak. Bu nə idi? O da qaşqaldak. İndi bunun kebabını hazırlayırıq. İnşallah ki hazır olsun. Süfrədə bəhbəhlə yeyəcək. Mən sənə təşəkkür Çox edirəm. sağ ol. Allah razı olsun. Sağ ol, Təbrik xoş edirəm. gəlmisiniz. Sənə təşəkkür edirəm. Çox sağ olun. Seymur bəyə də təşəkkür edirəm. Yəni bizə siz yəni vasitəçilik etdi, birgə görüşdü. İndi isə yeməyimizə Yemeğimiz hazır oldu və indi yeməyin dadlarına baxacaq. Əsl ləzzət ovçusunun ləzzəti ovlamaq vaxtı indi. Deyir, buyur, bax. Sən hara gedirsən? Qonaqlar gəldi. Gel buna hala ovçular gel. Gel bana gel. Necəsin? Asansör var ovçular da gel. Salam canım, hoş geldin. Varis. Görüşürüz. Hoş geldiniz. Tabii tabii. Gel burada otur. Çek bura. O kebabı da hazırdı, onu da getirin. Sağ ol da getirelim değil. Elimi tadı ver, onun tadına bak. Baxın dadına bismillah. Buyur da çörək. Lavaş var idi orada. Lavaş burada da var. Hoş geldiniz. Necəsiz? Bugün nə ovuna gəlmisiniz? Akşam gecə ovlamaq olur. Yok, gece olmuyor, zadoru vermişim. Ben onda günü verdim. Bismillah. Əvvəl qoy belə baxım. Dovşan ətidir bayaq. Yağmur. Çavablarımız da pişti. Asitlerle. Çavablarımız da pişti geçen. Ele koyak buradan. Şak. Baxın, baba. Tut görüm dartım. Çek. Bismillah. Bax. Bismillah. Hemen vurduğumuz ördekler de, o kaşkalızlar ördek. Çek. Kardeş otur. Soğana bax. Soğan. Çek. Görüyorsun. Gözümüzü soğan öldü. Al verin kardeş. Sen de Sen de her şey çekiyorsan. Ben de çeksin. Gözü şu an sağlamda. Sərvizcə görüm yaxla. Bu tikan sənin üçün. Boğazımdan keçir. Bismillah. Pendir. Məkan özlərinə məxsusdur. Xüsusən də özəl qonaqlar gələndə zəng vururlar, əvvəlcədən burada qalmaq üçün də yer var. Yeri də ayarlayırlar və ovlamaq üçün də əlbəttə icazəniz olur. Gəlirsiniz, ovunuzu ovursunuz. Bismillah. Mən belə görəm, bura tez-tez gələrsin. İnşallah. Ne vakit gelsen gözümüzde yerimiz var. Biz de ses teşekkürünü edirik. Varsa stres konfeyinin rehberliği başta olma hamımıza. Allah razı olsun. Təşəkkür edim. Azərbaycanımızın gözəl güşələrindən biri 1 kilometr sonra solla davam edin. Gördük və sizlərə də çəkib göstərməyə çalışdıq. Eyni zamanda bu gözəl məkanda olduq. Eyni zamanda Seymur bəy də xüsusi təşəkkürünü bildirən vasitəçilik etdi və bizlə bərabər bu çəkilişdə iştirak etdi və ən əsası da eyni zamanda İsmi müəllimə öz təşəkkürünü bildirirəm ki, bizə şərait yaratdı və oldu. Dəstək üçün də xüsusi bir minnətdarlığımı bildirirəm. Bu yeri köhnə ovçular yaxşı tanıyır. Allah rəhmət eləsin. Qəni Vahid əmmin xanası deyilən yerdir. Vaxtında mən Vahid əmminlə də qismət oldu ov eləmək. İndi də onun yolun şərəflə gözəl Ceyhun oğlu davam eləyir. Mən Ceyhuna da uğurlar arzulayıram. Gözəlliyə bax, təbiətin qoyunu. Bəh. Seymur, paltarım təzə qalıb ha. Niyə? Bu yaxşı qalır. Hə, toba. Yalan deyirsən, səni deyir ha, deyir yalan deyirsən Seymur. Nə deyir?
Zami, Namı kimdir? dostumuz Kürdəmirdəndir. Ha, nə deyir? İnşallah qaqanı space'də görərsən. Zamin nə deyir? Deyir, yalan deyir. Nəyi? Mənim haqqımda danışmaq, oxusurkən mən bunun tələbəsiyəm. Ha o. Ha, yox ha. Dedin ki, bu mənim şagirdimdir. Ha, gülmək üçün dedim. O hamı bilir ki, sən Sən çöldəsən. mənim nəyimsən? Nəyimsən? Hər hələ işi var da, nəyimsən? Balıqda da sən mənim üçenikimsən də, nə? Ovda nəyimsən? Ovda? Hə. Sən indi sən yaxşı, hamı bilir ki, burada çöldə. Yox, yaxşı atsan. O söhbəti yox, mən o canlıda da deyirəm. Niyə görə ki, İnşallah, Hazırsa gətirin. inşallah yaxın günlərdə space kanalda görəcəksən necə güllatmağımı. Bəli, inşallah canlı. Bax qalxır, bax görsən, mənə gələcək qalxır canlı. Nə qalxdı başa? 9 nəfər də qaldı, 93 nəfər adam. Sənə görə qalxmıyor, Bəhtam baba görə gəliblər. Ömür boyu sənə mən reklam eləmişəm, ay toba. Ha. Buranı seçmişəm, Təbrizin yanı. Demişdilər ki, bir çəkiliş eləyək televiziyada. Mən də dedim ki, bura gələk. Qoy Təbrizi çəkək, burada reklam eləyək. Ha, gəldim qaqa. Ay maşallah, canlı. Ayşe, Ha, telefonu sakla. ha. Sağlarını bağışla. Bir de el üstü çekil içeri. Ay canlı hara qalxır, mən bunu bağlaya bilərəm, maşallah, ma var. Görə, ha bunu bağlaya bilərəm mən. Hörmətsizlik olar, Allah Kimin haqqı. hesabına? Kimin Hələ hesabına? setin zəifdir, abi, bir dəqiqə deyəm. Setin? İnternetin zəifdir. Niyə? Sarıd da, görsə internet aynı ucadır, aynı ucadır. Ay boş 700 adam var idi, baba. 700. Hə. Əsə ömür boyu mən reklam eləmişəm. Mənim bu cəmaət Allah haqqı bir it dəftərində adın yox idi. Mən reklam eləmişəmsə 1 kilosu 10 azin. Sabine o nədir? Nə, hə 1 kavun azin nədir? Ha. Dostlar geniş proqramda belə çəkiblər. İnşallah efirdə verəcəklər. Biz də hələlik burada yüngül varı özümüz üçün. Maşallah qalxıb. Ha. Ha, işin gör, mən neyəsən sən? Oturmursan? Oturacam. Siz çəkin, mən burada canlıda danışıram. Siz efirə çəkiliş gedir, orada ki deyirlər, gəl otur, dedim, yox elə. Mən öz izləyicilərim var, efirim də var burada. Tanıyanlar da tanıyır. Haradır bura? Bura Şərbət Bozqobudur. Yazı düşmür, Seymur yazı düşmür. Nə yazsı boş onun? Hoş gəlmişsiniz, hoş gəlmişsiniz. Keçin səhəri, hoş gəlmişsiniz. Qonaqlarımız da gəlib, inşallah baba gedəcəklər. Hoş gəlmişsin. Qaqa nə tərsən? Nə var, nə yox? Ya Allah, Allah köməyin olsun. Keçin içəri. Ay kebabı ki mangalın böyründə yemədin ha.